Я проснулся в 7 утра. Я встал в 7 утра. Я очнулся в 7 утра. Beləliklə, bu sözün üçü də, bu cümlənin üçü də eyni məna daşıyır. Yəni, xüsus, əl-xüsus, yəni mən saat 7-də oyanmışım. Lakin bunun təfərrüatına varsaq, я встал в 7 утра, mən 7-də qalxdım. Qalxdım deməkdir. Я в 7 утра проснулся desək, проснулся oyanmaq deməkdir. Я очнулся в 7 утра desək, очнулся, yəni gözlərimi açdım. Gözlərimi açdım. Beləliklə, bunun üçünü də istifadə edə bilərsiniz. Vstal yerinə vstaval da deyə bilərsiniz. Lakin vstaval feilin natamam formasıdır. Yəni qalxırdım. Vstal isə qalxdım, bitdi.